Salam izləyicilər, bu videoda sizə verilənlər bazası anlayışı haqqında məlumat verəcəm. Gəlin başlayaq. Kompüterlərdə informasiyanı saxlamaq və axtarmaq üçün verilənlər bazası adlanan xüsusi proqram sistemlərindən istifadə olunur. Verilənlər bazası eyni prinsiplərlə və vasitələrlə təsvir olunan, müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunan, bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş verilənlər toplusudur. Başqa sözlə, verilənlər bazası strukturu konkret sxemə uyğun gələn verilənlərin nizamlı yığımıdır. Həmçinin qeyd edə bilərik ki, verilənlər bazası informasiyanın saxlanması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayllardır. Bugünkü həyatımızı verilənlər bazası olmadan təsəvvür etmək mümkün deyil. Şirkətlər, banklar, dövlət orqanları, saytlar, proqramlar və s. bunların hər birinin öz verilənlər bazası var. Yəni burada bütün məlumatların nizamlı şəkildə saxlandığı yer verilənlər bazasıdır. Məsələn, mobil operator şirkətinin verilənlər bazasına nəzər salaq. Hər hansı bir mobil operator şirkətinə məxsus nömrə aldıqda şəxsiyyət vəsiqəsi ilə nömrəniz adınıza keçirilir və sizin nömrənizlə əlaqəli bütün məlumatlar ayrı-ayrı cədvəllərdə həmin verilənlər bazasında saxlanılır. Məsələn, o nömrəyə hansı nömrələrdən zəng gəlib və ya gedib, hansı mesajlar gəlib və ya gedib, zənglər və mesajlar hansı tarix və vaxtda olub, zəng, mesaj və internet xidmətlərinə görə nə qədər balansdan çıxılıb, əlavə hansı xidmətlərə nömrəniz abunədir və s. kimi məlumatlar bazanın içərisində saxlanılır. Lazım gəldikdə orada hər hansı bir məlumatı tapmaq mümkündür. Xidmətlə bağlı bir problem baş verdikdə, məsələn, durduq yerdə balansda hansısa bir məbləğ çıxılırsa, siz mobil operatorun müştəri xidmətlərinə zəng edirsiniz. Müştəri xidmətləri üzrə operator həmin bazaya baxaraq problemi müəyyənləşdirir, nömrənizin hansı xidmət abunə olduğunu və s. digər məlumatları sizə çatdırır. Çünki bazada bütün məlumatlar mövcuddur. Və ya dövlət orqanlarının verilənlər bazasında ölkədən olan bütün əhali haqqında məlumatlar nizamlı şəkildə saxlanılır. Bankın verilənlər bazasında isə bütün müştərilər haqqında olan məlumatlar, kredit götürənlər və miqdarı, əmanət qoyanlar və miqdarı, maaş alanlar, pul keçirmələri və s. kimi məlumatlar əks olunur. Digər verilənlər bazası nümunələrinə nəzər salaq. Məsələn, bir aptekin belə deyək, verilənlər bazasında ekranda gördüyünüz dərman kateqoriyaları üzrə cədvəllər saxlanıla bilər. Bundan başqa, məsələn, bir avtomobil şirkəti ola bilər. Məsələn, o müxtəlif avtomobil markaları üzrə satış həyata keçirir. Məsələn, Mercedes və BMW ayrıca baza yaradıb, bunların belə deyək, markalarına uyğun modellər, onların istehsal tarixi, mühərrik gücü, yanacaq növü, rəngi və s. bu kimi məlumatları orada yerləşdirə bilər. Lazım gəldikdə həmin məlumatlara asanlıqla müraciət edə bilər. Və ya marketə daxil olduqda görürsünüz, orada qida və qeyri-qida üzrə məhsullar ayrıca sıralanıb. Yəni çünki bu olmasaydı, məhsullar pərakəndə olacaqdı və axtarıb tapmaq çətin olacaqdı. Və biz qida və qeyri-qida üzrə müxtəlif bazalar yaradıb, o bazalarda da müxtəlif məlumatlar saxlaya bilərik. Yəni, tərifdə deyildiyi kimi, müxtəlif istifadəçilər üçün və müxtəlif məqsədlər üçün istifadə olunur və burada strukturu konkret sxemə uyğun tərtib edilir. Yəni, cədvəldə gördüyünüz kimi, təbii ki, tarix olan hissədə tarix, rəng olan hissədə rəng və s. Yəni, konkret sxemə uyğun o məlumatlar yazılır və həmçinin eyni prinsiplərlə, vasitələrlə yazılır və qarşılıqlı əlaqələndirilmiş qeyd etmişik. Bu nə deməkdir? Yəni, belə deyək, dərman kateqoriyaları üzrə, məsələn, burada cədvəl var və aptekin bazasında müxtəlif başqa digər cədvəllər də ola bilər ki, orada da müxtəlif məlumatlar dərmanlar üzrə qeyd oluna bilər və lazım gəldikdə siz bu aptek bazasında bu cədvəlləri
yəni ayrı-ayrı bazaları bir-birinə əlaqələndirilmiş şəkildə nəzər sala bilərsiniz. Ümid edirəm ki, verilənlər bazasının nə olması ilə bağlı sizdə kiçik bir təsəvvür yarada bildim. Bu qədər. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmayı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstəklərindən faydalanı bilsinlər. Hələlik sağ olun.